Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 2 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənim, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə isə Azərbaycan-Çin, möhkəm dostluq və strateji tərəfdaşlıq vizyonu başlıqlı məqaləmiz yer alıb. Azərbaycan-Çin münasibətləri tarixi, milli, mədəni, siyasi, iqtisadi əməkdaşlıq nümunəsidir. Bu münasibətlərin təməli elə bir dövrdə qoyulub ki, o illərdə Azərbaycanın müstəqilliyi yenicə bərpa olmuşdu. Siyasi və iqtisadi çətinliklər ölkəni dörd bir yandan sıxırdı. Məhz belə bir mürəkkəb zamanda Ulu Öndər Heydər Əliyevin qətiyyətli liderliyi və siyasi uzaqgörənliyi dövlətimizi beynəlxalq arenaya inamla çıxardı. 1994-cü ildə Ulu Öndərin Çinə reallaşan tarixi səfəri iki dövlət arasında etimada və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin başlanğıcı oldu. Azərbaycan Respublikası Prezidentinin fərmanı qəzetimizin ikinci səhifəsində dərc edilib. Ətraflı tanış olmaq üçün bu səhifəyə baxa bilərsiniz. Üçüncü səhifəmizdə isə Milli Məclisin iclasında başlığı ilə məlumat yer alıb. Mayın 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Sahibə Qafarova iclasda 13 məsələnin müzakirə olunacağını nəzərə çatdırıb. Dördüncü səhifəmizdə Azərbaycan-Çin əlaqələrinə əsir olunub. Əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur başlıqlı məqalə də burada yer alıb. Aprelin 22-24-də Çinə səfəri zamanı keçirdiyi görüşlər, mətbuata müsahibələri, imzalanan sənədlər iki ölkə arasında münasibətlərin strateji səviyyəyə yüksəldiyini göstərdi. Səfər çərçivəsində Çin sədri Si Jinpingin iştirakı ilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında 18 bəndlik birgə bəyanat çox dəyərli əməkdaşlıq sənədi kimi qiymətləndirilir. Bir görəydim ayrılığı kim saldı? Və ya İran prezidentinin Bakıya səfərinin nəticələri. Bu məqalə isə 5-ci səhifəmizdə dərc edilib. Heydər Əliyev mərkəzində Azərbaycan-İran Biznes Forumunda İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycanın dahi şairi Məhəmməd Hüseyn Şəhriyarın vətən həsrəti ilə yazdığı Heydər Babaya salam poemasından bir uçaydım bu çırpınan yel ilə, bağlaşaydım dağdan aşan sel ilə, ağlaşaydım uzaq düşən el ilə, bir görəydim ayrılığı kim saldı? Ölkəmizdən kim qırıldı, kim qaldı? Mən sənin tək dağa saldım nəfəsi. Sən də qaytar göylərə sal bu səsi. Bayquşun da dar olmasın qəfəsi. Burada bir şer darda qalıb bağırır, mürvətsiz insanları çağırır. Sağ olun. bir neçə misra səsləndirilməsi salonda alqışla qarşılanıb. Sumqayıt hərtərəfli inkişafın mərkəzinə çevrilib başlığı ilə maraqlı bir yazıda 6-cı səhifəmizdə dərc olunub. Sumqayıt Azərbaycanın ən mühüm sənaye mərkəzlərindən biri kimi ölkə iqtisadiyyatında strateji əhəmiyyətə malikdir. 1949-cu ildə şəhər statusu almış Sumqayıt xüsusilə kimya, metallurgiya və digər sənaye sahələrində inkişafı ilə xüsusi yer tutur. Xəzər dənizinin sahilində yerləşən şəhər sənaye potensialı və geostrateji mövqeyi ilə hər zaman diqqət mərkəzində olub. Ötən əsrin 70-ci illəri və 80-ci illərin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdar olub. 7-ci səhifəmizdəki məlumatların başlıqlarını isə sizə təqdim edirik. Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar. Leyla Əliyeva yalnız mədəniyyət musiqili bədii gecədə, həmçinin Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib. Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır mövzusunda konfrans. Bu məlumat 8-ci səhifəmizdə yer alıb. Mayın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin birgə təşkilatçılığı ilə Konstitusiya, dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır mövzusunda beynəlxalq konfrans keçirilib. Günün siyasi nəbzi isə 9-cu səhifədə tutulub. Regional əməkdaşlıq mühiti formalaşır başlıqlı məqalədə bu səhifədə dərc olunub. Son illər ərzində enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələri əhatə edən sənədlərin imzalanması ölkələrin inkişafı və tərəqqisi üçün mühüm hüquqi baza təşkil edir. 2024-cü ildə iki dövlət arasında ticarət dövriyyəsi 640 milyon ABŞ dollarını ötüb və bu göstəricinin gələcəkdə daha da artacağı gözlənilir. Nəqliyyat sahəsində əməkdaşlıq, regionda logistika və ticarət marşrutlarının inkişafına da mühüm töhfə verir. Hadisələr kontekstində rubrikasında olan yazılarda 10-cu səhifədə yer alıb. Ortaq tarix, ortaq gələcək, qarşılıqlı dəstək. Regional sabitliyin aktorları başlıqlı məqalə bu rubrikamızda dərc olunub.
Aprelin 28-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın ölkəmizə rəsmi səfəri Azərbaycan-İran münasibətlərinin strateji mahiyyətini bir daha təsdiq edən mühüm hadisədir. Səfər eyni zamanda iki dövlət arasında formalaşan qarşılıqlı siyasi etimadın, iqtisadi tərəfdaşlığın və mədəni yaxınlığın real təzahürü oldu. Prezident Məsud Pezeşkiyanın Bakıya rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycan və İran nəinki coğrafi qonşuluqla, həm də ortaq tarixi mədəni irs, dini mənəvi dəyərlər və regional sabitliyə yönəlik strateji baxışla bir-birinə sıx bağlı olan iki dost və qardaş dövlətdir. Qəzetimizin 11-ci səhifəsində Hindistan-Pakistana həsr olunmuş məqalə yer alıb. Gərginliyin kökündə duran geosiyasi problemlər sülh yolu ilə həll olunmalıdır başlıqlı məqalə olduqca əhatəli bir formada dərc olunub. Cənubi Asiyada ziddiyyət və gərginlik Hindistan və Pakistan arasındakı münaqişədir. Tarix boyu bu iki ölkə arasında mürəkkəb münasibətlər püskürməkdə olan vulkana bənzəyib. Aprelin 22-sində Hindistanın Cammu və Kəşmir bölgəsindəki Pahalgam şəhərinin Baisaran vadisində baş vermiş terror aktı Hindistan və Pakistanı yeni müharibənin astanasına çəkib. Belə ki, silahlı şəxslər tərəfindən həyata keçirilən hücum nəticəsində 28 nəfər, əsasən hindu turistlər həyatını itirib, 20-dən çox insan isə yaralanıb. Şübhəli məqam odur ki, Hindistan tərəfi qanlı olaydan dərhal sonra Pakistanı ittiham edib. Lakin belə qısa zaman kəsiyində məsələni araşdırıb həqiqəti üzə çıxarmaq mümkün deyil. Pakistan Senatı İslamabadın hücumda hər hansı rolunu inkar edən qətnaməni yekdilliklə qəbul edib. Xocalıda kütləvi məzarlıq aşkarlanıb başlıqlı məlumat 12-ci səhifəmizdə yer alıb. İşğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Kütləvi məzarlıqların hər biri dövlət komissiyası tərəfindən, həmçinin baş prokurorluğun müstəntiqlər tərəfindən qeydiyyata alınır, faktlar sənədləşdirilir. Bunu Xocalıda jurnalistlərə açıqlamasında əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. 13-cü səhifəmizdə də hadisələr kontekstinə rubrikasına həsr olunan yazılar təqdim olunub. Milli gücün təməli, müstəqil siyasət və daxili resurslara əsaslanan inkişaf, Hayastan parlamenti boks ringini xatırladır. Son olaraqsa amnesti yoxsa armenisti sualının cavabı bu səhifədə verilib. Sözgedən son yazımızda qeyd olunur. Human Rights Watch, Freedom House, Amnesty International, Transparency, onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onları necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq. Səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ prokurorluğuna, hüquq mühafizə orqanlarına, cənab Trumpın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq deyib cənab Prezident İlham Əliyev. Təzyiq xarakteri daşıyan ikili standartlar başlığı ilə maraqlı bir yazıda 14-cü səhifəmizdə yer alıb. Aprelin 29-da Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Michael O'Flaherty Azərbaycan hökumətinin ünvanladığı növbəti çağırışında bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin və insan hüquqları müdafiəçilərinin həbsdə saxlanılmasından ciddi narahatlıq ifadə edib. Komissarın rəsmi bəyanatında xüsusilə seçkilərin monitorinqi və demokratiyanın tədrisi mərkəzinin rəhbəri Anar Məmmədliyə qarşı açılmış cinayət işi diqqət mərkəzinə çəkilib. Bu, onun dərhal azadlığa buraxılması tələb olunub. 15-ci səhifəmizdə isə ötən günün maraqlı məlumatları yer alıb ki, onların başlıqlarını sizə təqdim edirik. Türkiyədən xəbər var. Dünyaya örnək ULAQ, İnsansız Dəniz Vasitələri ailəsi. Ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. COP29 Bakı bəyannaməsinin Ümumdünya Gömrük Təşkilatı sənədi kimi qəbul edilməsi təşəbbüsü irəli sürüldü. COP29 Bakı bəyannaməsinin Ümumdünya Gömrük Təşkilatının sənədi kimi qəbul edilməsi təşəbbüsü irəli sürüldü. Bugünkü nömrəmizin son səhifəsi hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Beləliklə sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.